Saatlarla növbə gözləyirik. Həkimin qəbuluna düşmək müşkülə dönür. Şəmkir rayon mərkəzi xəstəxanasına müraciət edənlərin problemi bununla da bitmir. Bəzi sakinlər dərman preparatlarını vaxtında əldə edə bilmədiklərini də bildirirlər. Uşaq psixodir da, xəstədir. Pensiya alır o. Onun dərmanlarını vaxtını vermirlər. Gəlirəm göndərirlər, gəlirəm yollayırlar. 4 dəfə gələndən sonra verirlər. Getdi, qutar, getdi, falan vaxtı gəl. Falan vaxtı gələm, deyir, çıx çölə xanım. Mən kənətlər yola salım. Deyirəm, mən insan deyiləm. Xəstəyə baxıram evdə mən. O dərmansız yatmır. Bir aydan çoxdur. Mən dərman ala bilmirəm uşağa. Pulum var, baxırlar. Qəşəng. Pulun yoxdur, baxırlar. Həkim çatışmazlığı olan sahələr də pasientlərin xəstəxana ilə bağlı narazılıqlarının sırasında yer alır. Sınıqla bağlı. Müraciət edirəm, deyir həkimlər yoxdur. Deyirəm bə həkim hanı yoxdur boyda böyük balınsiyadır. Deyir ki, yoxdur həkimdən birinci gün bəlkə gələr. Xəstəxanadakı bitib düşənməyən problemlərlə bağlı təbibdən bildirdilər ki, tibbi yardıma ehtiyacı olan xəstələrə, əməliyyat təyin olunan və stasionar xidmət alan pasientlərə, şəhid ailə üzvləri və müharibə iştirakçılarına təbibin tabeliyindəki tibb müəssisələrində növbədənkənar tibbi xidmətlər göstərilir. Dərman təminatı imtiyazlı pasient sayına uyğun olaraq təmin edilir və hər ayın 10-undan 20-sinədək dərman vasitələrinin paylanılması prosesi icra olunur. Hazırda dərman təminatında heç bir problem müşahidə edilmir.